Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferəcəhum. Almaniya İmam Zaman Mərkəzinin İslam İnqilabının ali dini lideri Ayətullah Üzma Seyyid Əli Xamneyinin şəhadəti münasibəti ilə başsağlığı, bağışlayan və mehriban Allahın adıyla hamımız Allah tərəfindənik və mütləq ona dönəcək ki, reallığı dəyişməz həqiqətdir. Bu həqiqəti hər kəs öz həyatına uyğun yaşayır. İslam İnqilabının böyük rəhbəri Ayətullah Üzma Seyyid Əli Xamneyi də haqq etdiyi məqama yüksəldi. Nəcib, fədakar, müdrik və təqvalı şəhid Seyyid təkcə İslam ümməti üçün deyil, bütün dünya üçün bir ilahi nemətidir. Ona verilən zaman dolduğu an Allah ən uzaq məqamla mükafatlandırdı. Şəhidlik Seyyid Əlinin ən böyük arzusu və həyatının hədəfi idi. Əzəmətli və böyük rəhbərin şəhadəti son və məyusluq deyil, ola bilməz. İlahi vədənin gerçəkliyi və sonuncu ilahi höccətin Həzrət Məhdinin zuhuru üçün hazırlıq və fədakarlığın ən pak nümunəsidir. Heç şübhəmiz yoxdur ki, vilayətçi müqavimət cəbhəsi Allahın yardımı və Həzrət Məhdinin inayəti ilə zuhura gedən yolu işıqlandıracaq. Allah düşmənlərinin xəbis hilə və hücumlarını dəf etməklə İslam bayrağını sahibinə təslim edəcək. Dünya çox yaxında zuhur dövrünə qədəm basacaq. Lakin qeyd etməliyik ki, Seyyid Əli Xamneyinin şəhadəti ilahi məqama yüksəliş olmaqla yanaşı qəlblərimizi də parçaladı. Dərin kədərə və hüznə qərq etdi. Bu münasibətlə başda Həzrət İmam Zaman olmaqla bütün Əhl-i Beyt dostlarına, azad insanlara və cəsarətli İran xalqına başsağlığı verir. Bu çətin sınaqdan üzvaq çıxmaq üçün Allahdan səbr və təmkin təvəqqə edirik. Almaniya İmam Zaman Mərkəzi 1 mart 2026-cı il.